Aziz dinleyiciler, eğer sazla bize söz verilirse, biz qədimdən bir ilk dəfə mərhum ustalardan, onlara rəhmət, öyrəndiyimiz kimi məclisi açmışıq həmişə başlıbalı ilə. Mən də istərdim ki, bugün sizin üçün iftida, yeni başlangıç sifətilə bir başlıbalı çalın. Ancaq bəzi hallarda saza qallaq eləyən, nağlara kimi yanaşan da bir sıra nadan, onu duymayan insanlar da var. Kulaqda məlum ki, açıq olan həncəri olsa, özünün də olsa, başqasından da uğramış olsa bir şey yazmış olar. Benim de tamaşaçılar bir divanımı qəbul edirsə, saz haqqında yazmışam. Çünki döşündə ukarla gəldiyim bir zaman bir qoca kişi mənə sataşdı, dedi, bu saz nədir? Bunun cevabında mən belə yazdım ki, Abad məclis arasında dövran quran bu sazdır, arif kəslər qiymət verən başda duran bu sazdır. Hırlamaza söz verməyən, qananı öşər olan, yaxşı gündə, dost köylə gündə varan bu sazdır. Nə mallara qalsa, əgər bu sənət deyil, avazını dalmayanın heç yeri cənnət deyil. Habaflığı çox sevən də həm də müxənnət deyil, üzərindən sadiq olan, uzaq görən bu sazdır. Zümrən dilli telli sazım cəm edib 11-simi, harda ondan söhbət düşə, dostum çəkər bəsimi. Və ildi sinəm üstə şan edən məclisimi, aşıq Əmrahın əlində xallar. Başlayaq, başlıvanı şanatır.